Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Çar Balakənd cəmaətlığı, sultanlıqlar və məlikliklər mövzusudur. Bilirik ki, 1747-ci ildə Nadir Şahın ölümündən sonra Azərbaycan ərazisi müstəqil xanlıqlara, sultanlıqlara, məlikliklərə və cəmaətlıqlara parçalanmışdı. Xanlıqlara nisbətən cəmaətlıqlar, sultanlıqlar, məlikliklər daha xırda dövlət qurumlarından ibarət olmuşdu. Çar Balakənd cəmaətlığı Azərbaycanın şimal-qərbində Qanıq çayının aşağı axarları boyunda yaranmışdı. Çar Balakənd cəmaətlığı qan qohumluğu əsasında fəaliyyət göstərən bir sıra azad icmalardan ibarət idi. Çar Balakənd cəmaətlığının tərkibinə daxil olan azad cəmiyyətlər hansılardır? Çar, Balakənd, Katex, Tala, Muxaq, Cənik adlı azad cəmiyyətlərdən ibarət idi. Bunların hər biri qan qohumluğundan ibarət idi və bunların hər biri sosial-siyasi qurumlar idi. 18-ci əsrin 50-ci illərində Şəki xanlığından asılı hala düşmüşdülər və 18-ci əsrin sonlarında müəyyən qədər müstəqillik qazanmışdılar. Çar Balakənd cəmaətlığının əhalisinin böyük əksəriyyətini türk soylu tayfalar təşkil edirdi. Hansı tayfaların nəsilləri idi bunlar? Bunlar Kimer, İskit, Sak Sakların nəsillərindən gələnlər hesab edilirdi. Həmçinin bunların bir hissəsi Qıpçaq və Oğuzların nəsillərindən olan Muğallar da bu tayfaları təşkil edən tayfalardan biridir. Burada türk soylu tayfalarla yanaşı, həmçinin Albaniyanın qədim xalqlarında bir hissəsi də bu tayfalardan ibarət idi. Bu ərazidə məskunlaşmışdı. Hansılardır bunlar? İngiloylar, Avarlar və Saxurlar da Çar Balakənd cəmaətlığı ərazisində məskunlaşmışdı. Avarlar əsasən bu tayfalar, İngiloylar, Avarlar, Saxurlar 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Dağıstan ərazisindən bura gəlmişdilər və burada məskunlaşmışdılar. Hər bir cəmaətlıq azad kənd icmasından ibarət idi. Hər bir kənd icması isə kəndxuda və yaxud da qazı tərəfindən idarə olunurdu. Cəmiyyətin idarə olunması şəriət qaydalarına əsaslanırdı. Cəmiyyətin idarə edilməsində ruhanilər mühüm rol oynayırdı. Cəmaətlığın ali orqanı nə idi? Cəmaətlığın ali orqanı xalq yığıncağı sayılırdı. Xalq yığıncağında yaşlılarla bərabər həddi buluğa çatmış oğlanlar da iştirak edə bilərdilər. Xalq yığıncağında mühüm məsələlər müzakirə edilirdi. Müharibə və sülh məsələləri, həmçinin cəmaətlığın idarə etmə sistemi də xalq yığıncağında müzakirə edilirdi. Azərbaycan ərazisində bu dövrdə cəmaətlıqla yanaşı sultanlıqlar da yaranmışdı. Hansı sultanlıqlar vardı Azərbaycan ərazisində? İllisu sultanlığı vardı, Borçalı sultanlığı vardı, Şəmşəddin sultanlığı vardı, Qazax sultanlığı vardı, Qəbələ və Qutqaşın sultanlığı vardı, Ərəş sultanlığı vardı. Azərbaycan ərazisində yaranmış sultanlıqlardan biri də İllisu sultanlığı idi. İllisu sultanlığı 16-cı əsrin ikinci yarısında Azərbaycanın şimal-qərb torpaqlarında yaranmışdı. Səfəvilər dövründə yaranan sultanlıqlardan biri idi. İllisu sultanlığı hansı ərazilərlə? Qafqaz dağları, Çar Balakənd cəmaətlığı, Qanıq çayı və Şəki xanlığı ilə sərhəddə yerləşirdi. Bu ərazilər bunun sərhəd zonalarını təşkil edilirdi. İllisu sultanlığı sultan tərəfindən idarə edilirdi. Sultan əvvəllər əhali tərəfindən seçilirdi, lakin 18-ci əsrin sonlarında sultan hakimiyyəti irsən keçməyə başlamışdı. Şəki xanlığı və Çar Balakənd cəmaətlığı ilə birlikdə Azərbaycanın şimal-qərb torpaqlarının xarici işğalçılarından qorunmasında İllisu sultanlığı mühüm rol oynamışdı. Azərbaycan ərazisində Səfəvilər dövründə yaranan sultanlıqlardan biri də Borçalı sultanlığı idi. Borçalı sultanlığı 17-ci əsrin əvvəllərində yaranmışdı. Borçalı sultanlığı hansı ərazini əhatə edirdi? Borçalı və Loru ərazilərini əhatə edirdi. Borçalı sultanlığı bir müddət Qarabağ bəylərbəyliyinin tərkibində olmuşdu. 1736-cı ildə Nadir xan şah seçiləndə Qarabağ bəylərbəyliyini cəzalandırmaq üçün Borçalı ərazisini də Kartli çarının tabeliyinə vermişdi. Sonrakı dövrdə
Şəki xan Hacı Çələbi xan tərəfindən azad edilsə də, sonrakı tərəfdə yenə də Kartli Kaxetiya çarları tərəfindən bu ərazi işğal edilmişdi. Azərbaycan ərazisində yaradılan sultanlıqlardan biri də Şəmşəddin sultanlığı idi. Şəmşəddin sultanlığı əvvəllər xırda torpaq sahibliyi olmuşdu. Zülqədər tayfasının bir qoruğu olan Şəmşəddin tayfasının adı ilə bağlı idi. Borçalı sultanlığı kimi Şəmşəddin sultanlığı da Qarabağ bəyliyinin ərazisində yaranmışdı. Bunların da hakimləri sultan titulu daşıyırdı və sultanda hakimiyyət irsən keçirdi. Bu sultanlıqda Şəmşəddin sultanlığı da Borçalı sultanlığı kimi Kartli Kaxetiya çarlığı tərəfindən işğal edilmişdi. Daha 1736-cı ildə Nadir xan tərəfindən verilmişdi. Sonrakı dövrdə azad edilsə də yenidən Kartli çarının işğalına məruz qalmışdı. Azərbaycan ərazisində yaranmış sultanlıqlardan biri də Qazax sultanlığı idi. Qazax sultanlığı Qazax tayfasının adı ilə bağlıdır. Qazax tayfaları 9-12-ci əsrlərdə Azərbaycanın şimal-qərb torpaqlarında, Qazax tayfaları 9-12-ci əsrlərdə Azərbaycanın şimal-qərb torpaqlarında məskunlaşmışdılar. 18-ci əsrin əvvəllərində isə Qarabağ bəylərbəyliyinin ərazisinə köçərək o ərazidə məskunlaşmışdılar. Qazax sultanlığı da sultan titulu daşıyan şəxs tərəfindən idarə edilirdi. Sultan hakimiyyəti də irsən keçirdi. Qəbələ və Qutqaşın sultanlıqları 18-ci əsrin ortalarında yaranıb və bir müddət Şəki xanlığından asılı hala düşmüşdü. Azərbaycan ərazisində Səfəvilər dövründə yaranan sultanlıqlardan biri də Ərəş sultanlığı idi. Ərəş sultanlığı Şirvan bəylərbəyliyindən asılı hala düşmüşdü. Ərəş sultanlığının sonuncu sultanı Şahabəddin sultan olmuşdu. Ərəş sultanlığının da rəhbəri sultan titulu daşıyırdı. 1795-ci ildə ləğv edilərək Şəki xanlığının tərkibinə qatılmışdı. Ümumiyyətlə, Azərbaycanda İllisu sultanlığı istisna olmaqla digər sultanlıqların hər biri müəyyən müddət Şəki xanlığından asılı hala düşmüşdülər. Borçalı, Şəmşəddin, Qazax, Qəbələ, Qutqaşın və Ərəş sultanlıqları 18-ci əsrin sonlarına qədər Şəki xanlığının tərkibində olub, 18-ci əsrin sonlarında müəyyən qədər müstəqillik qazanmışdılar. Bu dövrdə Azərbaycan ərazisində sultanlıqla yanaşı məlikliklər də fəaliyyət göstərirdi. Məlikliklər əsasən Qarabağ xanlığının ərazisində fəaliyyət göstərirdi. Bu 5 dənə məliklik vardı. Hansılardır? Xaçın, Vərəndə, Dizaq, Talış, buna həm də Gülüstan məliklik də deyilir. Bir də Çiləbörd məlikliyi. Bu da 5 məliklik olduğu üçün 5'lik. Bunlara həm də xəmsə məlikliklər deyilirdi. Bunlar Qarabağ xanlığı ərazisində fəaliyyət göstərib və bölüşdürücülük, yəni separatçılıq fəaliyyəti ilə məşğul olurdular. Bunların əhalisinin hər biri xristiyan albanlardan ibarət idi. Həm Qarabağ xanı Pənahəli xan, həm də Qarabağ xanı İbrahim Xəlil xan məlikliklərin separatçılıq siyasətinə qarşı mübarizə aparmış və məliklikləri özünə tabe etmişdi. İlk öncə olaraq Qarabağ xanı Pənahəli xan Vərəndə məliyin asılı hala salmış. Daha sonra Xaçın məliyin Ballıqaya yaxınlığında döyüşdə məğlub etdikdən sonra asılı hala salmış. Daha sonra isə Dizaq, Çiləbörd və Gülüstan, yəni Talış məlikliklərini də özündən asılı hala salmışdı. Bu məlikliklərdən yalnız birinin əhalisi yerləşdi, Xaçın məlikliyinin əhalisi yerləşdi, Xaçın mahalında məskunlaşmışdılar. Vərəndə məliyi Göyçə mahalından gəlmişdi, Dizaq məliyi Loru vilayətindən gəlmişdi, Talış, yəni Gülüstan məliyi Şirvan vilayətindən gəlmişdi, Çiləbörd məliyi isə Mağaviz vilayətindən gəlmişdi. Mağaviz vilayətindən gələrək Qarabağ xanlığının ərazisində məskunlaşmışdılar. Bunların hər biri separatçılıq fəaliyyəti göstərsələr də, bunların heç biri mərkəzləşdirilmiş dövlət yarada bilməmişdi. Bu dərsimizlə bağlı bu qədər.